Masallıda evin olsun istəyirsən, bəli, bu sənin çoxdankı arzundur və bu imkanı sənə Memar Qrup Tikinti şirkəti yaradır. Şəhərin tam mərkəzində çox mərtəbəli binada evin ola bilər. Bizim şirkət Azərbaycanda tanınmış şirkətlərdən biridir. Möhtəşəm və böyük layihələr imza atmış. Nərmanovda böyük binalar tikmişik. Yasamalda təzə layihəmiz tamamlanır. Gəncədə tikmişik. Növbəti layihəmiz Masallıda inşa edirik. Masallının tam mərkəzində Heydərli prospektində 3-9 mərtəbəli və 1-8 mərtəbəli bina tikilir. Hər bina bir bloklu və ümumilikdə 4 binada 154 mənzil olacaq. Masallıda tələbat çoxdur. Orada əhalinin sayı çox olduğu üçün turistik bölgəsidir həm də Masallı. Biz o addımları atdıq ki, Masallıda da təzə layihələrimizi inşa edək. Bəli, hazırda işlər tam sürətlə davam edir və bu binaların yaxın bir il ərzində hazır olması gözlənilir. Bizim Masallı layihəsində çalışırıq ki, Masallı cəmaatı yararlansın və cənub zonasında gələn insanlar da bizim layihələrdən yararlansın. Memar Qrup Tikinti şirkətinin Masallı layihəsi, Masallı Fağla satış ofisi də rahat bir yerdədir. Şəhərin tam mərkəzində Heydərli prospektində. Masallı bazarı, asan xidmət və polis dairəsinin lap yaxınlığında. Sadəcə bura gəlirsiniz, alqı-satqı müqaviləsi bağlanır və qısa müddətdə də Masallının mərkəzində eviniz olur. Bizim şirkət başqa şirkətlərdən fərqi odur ki, bizdə təmiz kvadrat satırıq. 100 kvadratsa, 100 kvadrat vətəndaş buca ilə təmin edir. Yəni bizdə 100 kvadratı 110 kvadrat, 120 kvadrat əvəzinə satır. Bizim əsas önəmli şərtlərimizin biri odur. Geniş həyət olacaq. Yəni bu həyətdə də uşaqlar üçün əyləncə qurğuları olacaq, sakinlər üçün söhbətgahlar olacaq, yeraltı qaraj olacaq. Yəni sakinlərin maşın saxlaması daha rahat olacaq. Vətəndaşlar bizim layihələrdən yararlansınlar və bizə inansınlar. Bizim şirkət Azərbaycanda çox güvənli, etibarlı şirkətlərdən biridir. 2017-ci ildən bu günə qədər bir vətəndaş bizdən narazı ola bilməz. Əsl Masallıda ev almağın vaxtıdır. Tələsmək lazımdır. Vətəndaşlar düzgün seçimi istəyirsə, gəlsinlər Memar Qrupdan ev alsınlar. Heç vaxt peşman olmayacaq.